Salamlar olsun hər kəsə, dəyərli izləyicilər. Bax, bu dəmir robotu tapmışıq az miqdarda. Yox dərəcəsindədir. Bu formada. Belə. Bax, belə içindən bunu çıxan belə mayelər bütün xəstəliklərin dərmanıdır. Demək, dəmir robotun faydaları. Birinci, demək, qadınlarda uşaqlıq yolunda eroziya olur. Miyom olur. Onlar üçün çox gözəl köməkli. Qaraciyər xəstələri üçün əla köməkli. Qaraciyərdə olan qaraciyərdə olan bütün şlakları hamısını məhv eləyir. Daxil orqanlarda olan yaraları, xoraları hamısını zərərsizləşdirir. Sonra ən böyük xüsusiyyətindən biri eksema, psoriyoz xəstələri üçün bunun inanılmaz faydaları var. Belə divarların içində bitir bax bu bitki. Demək, bu ruslar buna çistotel deyirlər. Bunun adı çistotel, bütün vücudu təmizləmək deməkdir. Demək, bədəndə elə bir orqan yoxdur ki, bu orada düşən mikrobları, bakteriyaları hamısı məhv eləməsin. Doğal bu antibiotikdir. Həm də demək, daxili orqanlarda olan bütün polipləri hamısını məhv eləyir. Əlxalı, polip, baradavka, zil. Sadəcə bax bu görkəm, bax bu sarı mayelərdən sürtülür üstünə ilinil. Həmən demək, dəri xəstəliyində çox böyük effekt verir bu. Əsasda psoriyoz, eksema xəstələri üçün, qurd eşənəyi üçün. Demək, bu il çox az bitibdir, bildir çox olurdu. Bu il yox dərəcəsindədir. Bax, heç nə. Bu daşın içindən bax, bunu çıxartmaq lazımdır. Bax, daşdır. Çox az bitib, quraqlıq oldu deyib, bildirkinin 1/3 yoxdur. Həm də bu öd yolunda daşları hamısını zərərsizləşdirir. Öd yolunda olan daşları durğunu oradan götürür. Mədə altı bəzi xəstəliyinə çox gözəl kömək eləyir. Doğal antibiotikdir. Temperatur aşağı salır. Hayf ki, bilirəm çox az dərəcədədir, yox dərəcəsindədir.